Salam Nərminə xanım, xoş gəldiniz. Çox sevindirici, gözəl, motive edici bir nəticəniz var. İstərdim əvvəldən başlayaq, hekayənizi anlatın. Mən bir 9-10 il idi bu vəziyyətdəydim. Məsələn, bu xəstəlik, məsələn, qızıl yel, limfostat, yəni məsələn, arıqlaya bilmirdim. Məsələn, bu xəstəliklə də davam edirdim. Və bilirdim ki, ölkə xarici nə qədər yerlərə müraciət edirdiniz. Moskvadan belə məsəl üçün analizin cavabları hamısı gelib. Yəni məsəl üçün xeyir olmuyor. Və orada da bu nəticəyə deyiblər ki, məsələn, belə olacaq da, yəni sağlaması yoxdur, amma müalicəsi var. Bəli, limfostaz, yəni lip ödem deyilir. Bu xəstəlik daha çox niyə qorxuldu? Çünki yağ toxumasını daha çox aşağı ətrafda payladığı üçün hərəkət sistemində məhdudiyyət yaradır. Görə bilmirdim, məsəl üçün, ancaq bir iş görə bilmirdim, biraz otururdum da belə. Bəli. Və üzünüz də belə gülmürdü əvvəl gələndə. Biz hardasa 3